Dəyərli izləyicilər, yenə mən əlimdə qayçı və ilmə. Məncə təxmin etdiniz, dərzilik peşəsini öyrənməyə gəlmişəm. İstəyirəm geyimlərimi özüm tikim. Sizcə bacararam? Gəlin birlikdə baxaq. Arif bəy, salam, hər vaxtınız xeyir olsun. Siz dərzilik peşəsinə necə başladınız? Bu yolda nələr yaşadınız? Bizə zəhmət olmasa izah edib tövsiyələrinizi verə bilərsiniz. Mən uşaqlıqdan başlamışam bu sənətə. Elə bir Türkiyədə başlamışam, 11 yaşımda. Orada öyrənmişəm, təhsil almışam. Sonra dikiş sexində işləmişəm, dikiş bacarıqlarını artırmışam. Ondan sonra Bakıya gəldim, bir usta ilə işlədik. Ondan dərziliyə aid hər şeyi öyrəndim. İndi isə tək özüm işləyirəm. Arif bəy, ilk dərzi işiniz hansı olub? İlk dərzi işim palto olubdu. Maşallah, çətin deyil palto tikmək. Bəli, orta yaşlı bir dayı gəlmişdi. Yəni bir dəqiqəsini eləyirdim, sadəcə ətəyini kəsəcəkdim. Kəsdim, birinci nəticə çox bərbad idi. Paltonu 3-4 dəfə sökdüm, ondan sonra düzəltdim. Həmin dayı hələ də müştərimdir, birinci müştərimdir. Həmişə də gəlir bura. Həmişə də onun əhvalatını danışır. Elə bir aparıb başqa dərziyə düzəltməyibdilər və deyib bizə alınmaz. Palto hardasa bir 40 ilin paltosuydu. Onu düzəltdim. Ondan sonra həmin vaxtı elan yazmışdım, usta dərzi axtarılır. Ondan sonra mən ustamı elə tapmışam. Birinci mən açmışam, ustam gəlib yanıma. Ustam gəldi, onunla bir yerdə düzəltdi. Yəni ondan sonra başladıq bir yerdə işləməyə. 3 il bir yerdə işlədik. İndi 1 ildə hal-hazırda tək işləyirəm. Müştərilərin istəklərinə uyğun olaraq geyim hazırlamaq çətindir. Ümumiyyətlə müştəriləri necə razı sala bilirsiniz? Belə edirəm, ölçü götürəndə müştərilərə 1-2 sual verirəm. Yəni, tuturam, tam nə istədiyini tuturam. Sonra filmeykada biraz daha istədiklərini başa salıram. Ondan sonra müştəri razı salıb gedir. Arif bəy, bu işlə məşğul olarkən öz peşənizlə bağlı qarşılaşdığınız hər hansı bir maraqlı hadisə və yaxud da hər hansı bir çətinliklə rastlaşmısınızmı? Belə bir hadisə olub. Xanım yufka gətirmişdi. Mən onu düzəldə bilməmişdim, getmişdim Sumqayıta. Ustam da oradaydı. Müştəri gəlib geyinib, baxıb ki, yaxşıdır, amma mən düzəltməmişdim. Elə götürüb getmişdi, yəni ödənişini də eləmişdim. Yəni müştərini axtardım gəlmədi sonra. Birinci bəyənmədiyini sonradan bəyənib, heç nə eləməyəndə. Hə, düzəltməmişdim ümumiyyətlə. Elə işi götürüb deyib ki, çox gözəl olub, bu ödənişini eləyibdi, gedibdi. Dərzi peşəsi sizə peşəkar olaraq hansı bacarıqları qazandırıb? Siz şəxsi və yaxud da iş baxımından? Belə deyim, əsas məsuliyyətdir. Yəni, məni çağırılasa harasa bir ad gününə, partiyə falan çağırılasa gedə bilmirəm. Çünki məsuliyyət var da, bu işi bu müştəriyə verməliyəm. Toya gedəcək, harası gedəcək, yəni xaricdə hansısa tədbirə gedəcəkdir, onun birinci on geyimi verməlisiniz. Öncədən götürdüyümüz üçün bu məsuliyyəti başdan eləmişəm. Bir də ki, yəni, işi çatdırmalıyam da, yəni saat gec də olsa 1-2 işləyirəm ki, işi çatdırmalıyam, vaxtında verməliyim. Mən görürəm indi burada bir dənə belə, məsələn, bu nədir belə? Bu siqaret yanıqdır. Bəylərin çox başına gəlir belə şeylər. Ümumiyyətlə, paltonu, kurtkanı düzəltmək çətindir. İndi bunu necə düzəldəcəksiniz ki, bilinməsin? Mən bura parça almışam, Türkiyədən gətirdirmişəm. Üstünü işləyirəm, elə burası necədirsə, bu hissəsi elə qalır. Arif bəy, dərzilik peşəsində hansı səhvlərdən qaçınmaq lazımdır? Dərzilik peşəsində belə deyim də, ölçü götürmək lazımdır əsas. Bəzən müştəri gəlir ki, mən tələsirəm, uşaqları üstündə ölç, yəni kəs gəlib götürəcəm. Mən də deyirəm, zəhmət olmasa, bunu geyinərsiz, üst-üzə götürək. Genişliyi varsa, boşluğu varsa onları aradan qaldıraq. Yəni bəzən ayağını kəstirirlər, sonra boşluq qalır. Bir də bunu sök, təzədən bir də enini daralt. 2 dəfə olmasın deyə. O dediklərdə min ölç, bir biç. Bəli, elə. Min ölçmək lazımdır, bir biçmək. Deməli düzülmüş. Arif bəy, çox sağ olun, çox təşəkkür edirik. Gənclərə gözəl tövsiyələr verdiniz. İnşallah ki, faydalanarlar bu verilişimizdən. Çox sağ olun. Siz də ki, yaxşı gəlib bizi çəkirsiniz, belə sənətlərimizi daha çox inkişaf elətdirirsiniz. Bugün daha bir maraqlı peşəni birlikdə öyrəndik. Bundan sonra hansı peşənin incəliklərini öyrənmək istəyirsinizsə, rəylərdə qeyd edin. Biz də çəkək, sizə göstərək, birlikdə də öyrənək.